Vətən müharibəsi əlilləri bu torpağın sağ qalan canlı abidələri, qürur mənbəyidir. Onlar öz cismini sipər edib millətin alnına qələbə yazdılar. Belə qəhrəmanlarımızdan biri də Abdullayev Pərvin Dövlətoğludur. O 1989-cu il iyun ayının 10-da Sumqayıt şəhərində anadan olub. O Sumqayıt şəhər 19 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olur. Universiteti uğurla bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Şəki rayonunda yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra ehtiyat hazırlıq kursuna daxil olur və leytenant rütbəsi alaraq Müdafiə Nazirliyində xidmətə başlayır. Pərvin Abdullayev 2-ci Qarabağ müharibəsində Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 7-sində gözündən mərmi yarası alır. Aldığı xəsarətlərə görə 2-ci dərəcəli vətən müharibəsi əlili kimi təxris olunub. Pərvin Abdullayev döyüşlərdə göstərdiyi şücaətə görə, Füzulinin azad olunmasına görə, cəsur döyüşçü, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib.